Salam değerli tələbələr, bu videoda sizlərə bugün, yəni fevral ayının 15-də keçirilən magistratura 1-ci cəhd imtahanı haqqında öz fikirlərimi bölüşəcəm və sizlər də diqqətlə qulaq asın ki, 2-ci cəhdə hazırlaşmağınızda, yön almağınızda müəyyən bir tövsiyələri bu videodan əldə edə bilərsiniz. Bugün keçirilən imtahan barəsində danışsaq, məntiqdən və informatikadan təbii ki danışacağıq. Baxın, bugün keçirilən imtahan orta səviyyəli bir imtahan idi. Bunu deyəndə bilirəm, bir çoxunuz deyəcəksiniz ki, ay müəllim, yox, nə danışırsınız? Məntiqdən nə qədər çətin sual düşmüşdü. İnformatikadan xeyli sadə çətin sual vardı. Amma gəlin həqiqətən də belə reallığı danışaq. Gəlin görək məntiqdən çətin sualların sayı nə qədər idi və yaxud da informatikadan çətin sualların sayı nə qədər idi. Ümumiyyətlə gəlin məntiqdən birinci başlayaq. Baxın, məntiq fənnindən həqiqətən də sizlərdən razıyam. Çətin suallar var idi. Sizləri yora bilən suallar var idi və heç vaxt görmədiyiniz fərqli bir neçə sual da var idi, düzdürmü? Amma bunları saysanız 50 dənədən neçə dənə belə ola bilər? Məsələn, mən sizə deyə bilərəm ki, sizin görmədiyiniz hardasa orada 5-6 sual ola bilər ki, fərqli kimi gələ bilər. Amma baxın gənclər, dəqiq məlumatları verirəm sizə. Mətnin məntiqi təhlili, yəni blok suallarından biri. Söhbət nədən gedir? Fransa, Azərbaycan ölkələrinin idmançıları. Baxın, o sual keçən ilin qəbul imtahanının 2-ci cəhdinin, 2025-ci il 2-ci cəhdinin 3 sualı idi. Eyni mətn, eyni suallar. Birəbir təkrar düşmüşdü. Biz hər zaman blokdan qorxuruq da, düzdürmü? 3 dənə sual olan mətndən qorxuruq. O birəbir təkrar düşdü. Demək ki, 2025-ci il mən özümü öldürürdüm ki, gedin 2024-25 qəbulların işləyim məntiqdən. Tələbələr də deyirdi, yox, müəllim, biz başqa şey işləyəcəyik, bəziləri təbii ki. Görürsünüz, həmin sual birəbir gəldi düşdü. Onun yanındakı tərəzi 2024-cü ildə düşmüş tərəzi idi. Birəbir eyni suallar, birəbir eyni tərəzi idi. Yəni düşən 2 dənə blokun ikisi də eyni idi. Amma yəni bundan əvvəlki təkrarlanmış bir suallar idi qəbul imtahanında. Amma tələbələr bunu daha əvvəl işləyibmi və yaxud bir dəfəmi, yoxsa birdən çoxmu işləyib? Hə, burası artıq sual işarəsidir ki, müəllim, mən onu bir dəfə işləmişəm. Bu informatika deyir ki, bir dəfə oxuyasan yadında qalır. Bu bir neçə dəfə təkrar işlənməlidir ki, sizin artıq yaddaşınıza əzbər yox ha, yolu, məntiqi sizin yaddaşınıza həkk olmuş olsun. Başqa təkrar suallardan da deyə bilərəm sizə. Məsələn, fəza fiqurlarından hamı qorxurdu. Barmaqla yazan var idi, pozanın üzərinə çəkən var idi ki, mən də pozan üsulunu demişəm sizə. Amma düşən fəza fiqurlarına baxın, kifayət qədər rahat, hər ikisi də təkrar sualı idi. Baxın, hər ikisi də birəbir kopya sualı idi. Əgər kimlərsə istəyirsə, mən həmin sualları onlara skrin olub qəbullar, daha əvvəlki qəbullardan göndərib ata bilərəm. Bundan əlavə nə demək istəyirəm? Düşən açıq suallardan biri Dell, Toshiba, bu kimi kompüterlər təkrar sualı idi və yaxud da çoxlu sayda nümunələr var. Yəni qeyri-aşkar operatorlardan da kvadrat, toplama, belə bir şeylər düşmüşdü. Hə, siz orada yora bilən suallar var idi mi? Var idi. Məsələn, orada dolu, hovuz falan nəsə belə bir şey var idi. Mən yəni sualı tam dəqiqliklə belə həll eləməmişəm, amma oxumuşam ki, yəni bəli, bu sual tələbəyə çətin ola bilər. Və yaxud orada maraqlı bir şəkil sualı var idi. Belə bu formada aşağı düşürdü, 5 bucaqlılar hər dəfə qatlayırdıq bir-birinin üzərinə. Maraqlı sual idi ki, əksər tələbədə bu sualı düzgün yazmışdı. Sizin ən çox qorxduğunuz mövzulardan biri riyazi məsələ. Mən deyirdim ki, həmişə qəbul imtahanına 4 dənə, 3 dənə riyazi düşürsə, bunun ən azından ikisi yazılmalı olmalıdır. Bəli, həqiqətən də orada bir sual vardı. Rasim müəyyən qədər yolu gedir, ondan sonra yolun filan qədərini qət edir. Yəni onu hər bir tələbə yaza bilərdi. Amma qırmızı sarı karandaş, bu artıq bir balaca başqa məsələdir. Qırmızı sarı karandaşın da izahını sizlərə verəcəm. Yəni məntiqdən belə deyək. Əgər məntiqdən bir tələbə normal, yəni normal oxuyan bir tələbə, normal şəkildə işləyən bir tələbə ən azından 35-40 arası, hadi yaxşıdır, 32-37 arasında bir bal toplaya bilərdi. Əgər siz hazırlaşıb bu balı toplaya bilməmsinizsə, o zaman demək ki, nələrdəsə siz səhv eləmişsiniz. Demirəm ha, sizin məntiqiniz yoxdur və yaxud da siz zəif çalışmışsınız. Nələrdəsə, vaxt bölgüsündə səhv eləmiş ola bilərsiniz, müəyyən bir şeylərdə həyəcanlı ola bilərsiniz, bu kimi şeylərdə səhv eləmiş ola bilərsiniz. İnformatikaya gələndə, hə, mən razıyam. Bir tələbə bu informatikadan 25 yazmağı çox müşkül məsələdir. Niyə görə? Məsələn, düşən PowerPoint suallarından biri var idi açıq sualda. Həqiqətən də 6 dənə seçimdən bir neçəsini tələbə seçməli idi ki, açıq sual idi və çox incə bir məqamlar var idi orada. Yəni onu əgər həqiqətən də hər şeyi bilib düz yazan olubsa, demək mən düşünürəm ki, ondan əvvəl 24 sualın hamısını düz yazmış olub. İnformatikadan da sizə deyim ki, sadəcə canlı yayımlara baxan və yaxud da kitabdan, kursda hazırlaşan tələbələr minimum olaraq heç olmasa 18-20 aralığında bir bal yazılmalıdır. Çünki həqiqətən də düşünəndə həmin o PowerPoint sualı ola bilərdi, sizi çaşdıran. Hidrofutura aid bir dənə sual vardı, bəlkə də çox tələbə orada
Hə, video bu hissəsində kəsildi. İndi baxıram ki, danışmışam, həmin hissəsi düşməyib. Eybi yox, canınız sağ olsun. PowerPoint-dən danışırdıq ki, bəli, həmin o sualı yazan digər sualları da düzgün yazmışdı. Dediyim kimi, informatikadan toplamda 25 sualdan hardasa 18-20 aralığında bir nəticə göstərmək məncə çox fövqəladə belə deyək bir şey deyil idi. Ən azından belə deyək, canlı yayımlar izləyənlər, 90 sınaq test toplusunu işləyənlər o nəticəni əldə edə bilərlər. Və sizlərə nəyi tövsiyə edirəm? Tövsiyə edirəm ki, siz ikinci imtahana çoxlu sayda sınaq işləməlisiniz, həm məntiqdən, həm informatikadan və siz sınaqları mütləq işləyin. Məntiqdən sualları işləyərkən çalışın ki, sualın əzbər yadda saxlamayasınız, məntiqinizi inkişaf etdirəcək şəkildə işləyin, vaxtla işləyin. Bir sualı bir neçə dəfə işləyin, qoyun yaddaşınıza onun strukturu yazılsın ki, bu sualda mən bu cümlələrə fikir verdim və bu formada ardıcıllığı qura bildim. İnformatikadan nə tövsiyə edirəm? 90 sınaq test toplusunu əldə edin, işləyin oradan. Çoxlu sayda sınaqlar var. Bəzi tələbələr az bir hissəsini işləyirdi, müəllim bəs eləyərmi? Mən də deyirdim ki, hamısını işləsən daha yaxşı olar. Çünki ola bilsin ki, qəbul imtahanına son 90, yəni 80-85-ci sınaqlardan sual düşsün və düşdü də. Odur ki, nə edə bilərsiniz? Test toplusunu əldə edib işləyə bilərsiniz. Əmin olun ki, bu sizə lazım olacaq ən önəmli informatikadan deməli test toplusudur ki, orada ümumi sınaqlar var. Və bir də nə edirsiniz əlbəttə ki, ümumilikdə imtahan barəsində danışsaq, məntiqdən dediyimiz kimi 32-37 arası normal bir nəticə sayıla bilər. İnformatikadan da 18-20 arası normal bir nəticə sayıla bilərdi. Sadəcə tələbələrin əksəri nə etdi? Vaxtı düzgün bölə bilmədi. Ay müəllim, deyəsən biz bu imtahanda biraz təcrübəsizliyin qurbanı olduq dedilər. Elbi yox. Mən də deyirəm ki, birinci imtahan təcrübə olsun sizlər üçün, ikinci imtahana yaxşı bir şəkildə hazırlaşmaq lazımdır. Odur ki, nə edirsiniz? Özünüzdə iradə, motivasiya və güc toplayırsınız, ikinci imtahana əlbəttə ki, hazırlaşırsınız. Nəticələriniz yəqin ki, 2-3 gün ərzində çıxacaq. Hamı az-çox gözlədiyi, yəni hesabladığı nəticəyə yaxın bir bal gözləyir. Yəni 10 bal, 5 bal fərqi olmayacaq da, 1-2 bal bəlkə sürüşmə ola bilər. O da ki, cavab kartında sürüşmə etmisinizsə. Və başqa da bundan əlavə də bir həftə istirahət edirsiniz. Ondan sonra isə yenidən güc toplayırıq özümüzdə, magistra hazırlaşırıq. Day biz bu yola girmişik. 5 ayda, 6 ayda əziyyət çəkənlərimiz var. Cəmisi 2 ayda əziyyət çəkəcəyik. Ondan sonra isə 2 illik magistr həyatını yaşamış olacağıq. Biz də mümkün olduğu qədər sizlərə dəstək olacağıq. Əlbəttə ki, sizlər də sizin magistr olmağınız bizim üçün çox önəmlidir. Sizin uğurunuzda bizim əmək payımızın olması bizim üçün çox önəmlidir. Odur ki, hər birinizə inanırıq. Bütün müəllimlər olaraq deyə bilərəm ki, heç birimiz belə deyək, sizi filan tələbə aşağı bal topladı deyə yargılamırıq. Çünki əlbəttə ki, imtahan sadəcə o 3 saat ərzində keçərlidir. Bəlkə də siz imtahanı indi versəz, sabah versəz daha yaxşı nəticə göstərə bilərdiniz. Hər birinizə uğurlar. Unutmayın ki, bu son deyil, ikinci cəhdimiz var. Növbəti videolarda görüşənədək.